Hər kəsə salam, hər vaxtınız xeyir olsun dostlar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bu videonu Elçinin məcburiyyətindən çəkirəm. Nə hazırlayırsan bizim üçün Elçin? Kurabiye en sevdiğim. Yəni özü üçün, məktəb üçün istəyir ki, belə bir kurabiyə hazırlasın, sadə peçenyelər hazırlasın. İçinə gedən ərzaqları deyirəm. Şirin sevdiyi üçün 1 stəkan gedir əslində. Biz 2 stəkan eləyirik. 2 stəkan şəkər, yarım stəkan duru yağ. 2 yumurtaydı. Sadəcə biz yenə də həmişə yumurtanı bol eləməyi sevirik deyə 3 yumurta götürürük, qabartma tozu və vanil və un. Apardığı qədər un. Bunu ben Türkçe bilirim. Hamısını sən eləyəcəksən. Zaten sən bişirirsən. Mən sadəcə kömək eləyəcəm sənə. Yaxşı? Biz bunu kıymaya çömək edersen yumurtanı hiç vaxtda kırabilmeyiz. Bizə dostlarımız deyir ki, başardığınız qədər türk dilində danışmayın. Öz dilimizdə danışın. Ona görə biz də istəyirik ki, öz dilimizdə olan sözlərdən istifadə edək. Türk kanallarına baxdığımızdan dolayıdır hamısı. Hə. İlk önce hamısından başlayalım. Yumurtanı əlavə edirik deməli. Yardım edeyim. Hə, kıymaya. Yardım edebilirim. İçinə qabıq düşər, aşkım bir ana qırsın. Saxla sən. Sen çömək et. Yaxşı. Yaxşı. Kıyırlar. Kıyırladım. Yumurta. İkincisini de koy. Aferin. Üçüncüsünü de koy. Aferin, aferin, aferin. Tebrik edin anaya. Tebrik edin. Qəşəng. Ben hiç vaxt elə bilmirdim. Tebrik edin. Ana. Vanilimizi də əlavə edirik dostlar. Hə. Onu o kapatma tozu cıyman elimdə. Onu mən töküm da. Hələ yox, sırası var da aşkım. Hə. Sırası var. Birazdan elərsən. Soğumuz da O ne kadar tökdün? Bir dənə də var. İndi başla Elçin müəllim. Onu da mən eləyəm, sən eləyirsən. Ana ben eləyəm. Ben de eləyəm. Ne olar? Elə. Adım basıq. Bax, buradan bas. Əlini çək və buradan basılı saxlayırsan, eləyirsən, yaxşı? Gəl duru yağı əlavə elə Elçin. Ehtiyatlı şəkildə kağıda altına, yaxşı? Yaxşı. Mikseri məndə yoxdur dostlar, ona görə blenderlə eləmək məcburiyyətindəyim. Görək nə çıxacaq ortaya, Allah utandırmasın. Axıra qədər tök. Töküldü. Hə, gözlə. Ay Elçin, ətrafa tökmə də balam. Elçin, qabartma tozunu da əlavə elə. Hamısında. Hamısını. Hı. Elləri. Kömək edeyim. Elədim. Əlavə elədik Elçin. 2 stəkan şəkər, yarım stəkan duru yağ, qabartma tozu, vanil, 3 yumurta. İndi 2 stəkan unumuzu da əlavə eləyib, sonra qarışdırıb, yoğrulacaqsa yoğrulub, baxacaq vəziyyətə. Allah. Sadə peçenyamızın xəmirini hazırlamış oluruq. Elçin də səbirsizlənir həmişə kimi. Onu da əlavə elə Elçin. Bəli. Yavaş-yavaş əlavə elə. Elə. Tök aşkım, tök mən həll eləyəcəm. Aferin. Gözləyin də bu bizim. Artıq blenderlə işimiz bitir. Əlimizdən həll eləyək ki, blenderə güc düşməsin. Sən opisini də əlavə elə, onunla əlavə elə, mən düzəldim aşkım. Ay sağ ol. Sobanı da taxdıq ki, 180 dərəcədə indindən başlasın isinməyə. Biz də xəmirimizi hazırlayaq. Xəmirimizə şəkillər verək. Sən dostlarımızla danış. Arkadaşlar like atın. Abone olun. Görürsünüz anamı iş görür. Bunun rəqsiniz də var ha Elçin. Rex. Nani yedim ben. Rex hiç vaxt Rex eləməmişəm. Müəllimə öyrədəcək, narahat olma. Sadəcə müəllimə nə desə, sən onun sözlərinə qulaq asarsan, yaxşı? Yaxşı. Sən yoldaşların da eləyəcək rəqs, qəşəng.
2 stəkan un bizi görməyəcək dostlar. Biraz da əlavə eləmək Ben lazımdır. de eləyim. Yox aşkım. Niye? Sən şəkilləndirəndə, şəkil verəndə, forma verəndə istifadə edərsən, kömək edərsən ona, yaxşı? Yaxşı. Dostlarımızla danış, söhbət elə. Arkadaşlar. Hı. Bu hamurdu. 3 sakan oldu. Niyə apardığı qədər? Neyse. Qəşəng çək aşkım. Arkadaşlar adamın müziği var. Dostlar. Qəşəng söhbət, maraqlı söhbətləri də için. Mayaklı sözler ne olabilir ben bilmiyorum. Video çəkdirmək istəyən sənsən, indi fikirləş də. Böyüyəndə nə olmaq istəyirsən? Ben yanında pilot. Arkadaş. Pilot olmaq Dostlar. üçün nə etmək lazımdır? Yaxşı. Uçağı sürmek lazımdır. Yaxşı durmaq lazımdır. Yaxşı oxumaq Çoxlu lazımdır. çalışmaq lazımdır. Elçin deyir ki, duz da tökək. Sizcə peçenyaya duz tökərlər? Duzlu peçenyalar da olur amma sizcə biz hazırladığımızda duz tökərlər? Ondan yedirsən duzlu peçenya. Canım çekti daha. Onda hazırlayım. Sən özün ye o duzlu peçenyalarını. Deməli, xəmirimiz hazırdır. Elçin əllərini yağlayıb və hazır gözləyir. Çox səbirsiz uşaqdır. Onu da vurğulayım ki, yağlı kağızımız bitdiyi üçün məcburiyyən belə listi yağlayıb başlayırıq. Kökələrimizi, peçenyalarımızı nə deyim bilmirəm. Onları listə dizməyə. Yapışmasın deyə. Kağız yok dedi ya. Yağlı kağızımız bitib aşkım. Ona görə. Yaxşıca yağladıqdan sonra hadi başla şəkil verməyə. Dairə elə aşkım, yaxşı, üstündə pis oxlayaq. Pis oxlayaq. Ay, sağ ol. Çox basma, çox basma. Bir dənəsini ana eləsin bax, olar. Olar. Xəmirimizə baxın. Bax, bir də tombiş-mombiş edir üçün. Tombiş. Tək əllə eləyə bilmirəm. Sizə geri dönüş edirəm dostlar. İyi oldu. Görək necə olacaq. Elə bundan da qoyacağam. Sinifdə yeyərsən, yaxşı? Sınıfta koy. Tabii koy. Üstte çizeyik. Yaxşı. Al, buyur. Aşkım, yumruğa da. Yumbaladım. Ay, necə onun pişməyi var ya. Pişmeye. Top kimi götürüb qoyursan bax. Dayı yap dedin de. Belə bir şey olacaq bax. Çamadım. Dayı dedin de o zaman dayı yapın. Arkadaşlar size soru soracağım. Messi daha yaşankti yoksa Ronaldo? Yorumlara yazın. Bence Ronaldo. Cristiano Ronaldo. Evet. Rəngini görə nə çıxır olsun yaparsın. Bu düzden de düz yapacağım. Gəl Elçin də üzünü eləyək. Buyur Elçin. Hadi. Aşkım, duzdan üzü olmur anneciğim. Bu pesoxdur. Pesoxla eləyirlər. Duzla. Pezokla. Çörəyəcəm. Bu da sənin üzün. Oldu. Oldu. Hazırlıqsa göndərək pişməyə. Hadi çömək. Çömək. Yəni səliqəyə baxmayın dostlar. Dadı inşallah ki yaxşıdır. Tam səmimi dadını bölüşəcəm sizlə. Ya Allah. Yandı. Parit yandı. 180 dərəcədə göndərdik pişməyə. Səncə necə olacaq Elçin müəllim? Bence Ona sənin əlin dəyibsə 100%. tatlı olacak. Tatlı. Ha, Tatlı olacak. İndi biz bu batırdıqlarımızı yığışdıraq. Pişənəcəm. Neyse düz eləməmişik. Günəş daha dostlar. Nə yapaq? Əsas dadlı qoy özümüz belə təsəlli edək. Qaç yanarsan aşkım qaç. Çıxardıram gözdən. Soysun dadını Elçinin ağız dadı ilə sizə deyəcəm ki necədir.
Ay yanarsan ay babam. Yemek istiyorum. İşte de aşkım. Tadımıdır. Bizim kurabiyelere bakar mısınız? Üz getməyib Elçin. Əsas üz burdadır bax, üz qalıb. Üzü prosta ağzı gözü əyilibdir. Yapıştı. Aha, arı pətəyin oxşadı lap. Ama yapıştı. Bir de yapıştı. Bizim sərgəl görüntü də önəmlidir də dostlar. Bax bunu da sizdən gizlətmirəm. Belə kəsəcəm. Düştü. Heç nə olmaz aşkım. Belə kəsəcəm. İncəlmir sana kəs. Fırlat. Ay sağ ol. Aferin. Hə. Elədim. Dad qəşəngdir. Vallahi qəşəngdir dadı. Ha. Yəni tam səmimi. Görürsüz sizdən heç nə gizlətmirəm. Olduğu kimi deyirəm. Hız karıyorum. Ara. İçimdən dayan aşkım. Lezzetli. Çayla içmək olar. İstəyirsinizsə bunu bir balacada, yəni qızardıb oxaq kimi də istifadə etmək olar. Amma yəni sonuçta çayla içmək bir şey olsun deyə mən belə edirəm. Açığı bir söz deyim, mənim şinyat bişirməklə aram yoxdur. Deyəcəksiniz ki, görürük elə. Bunu da qeyd eləmək istəyirəm ki, dostlar, bu gördüklərinizi atmayacağım. Çayın kənarında özüm içəcəm. Yəni israf etmək lazım deyil. Sadəcə xəmirini biraz mənə gəlir ki, ya balaca şəkilləndirmək lazım idi, ya indi siz daha yaxşı bilərsiniz. Fikirlərinizi yazarsınız, nə etmək olardı deyə. Bu belə. Bu da belə. Adımız Hıdır, əlimizdən gələn budur. Elçin artıq dərslərini hazırlasın, təkrarlasın. Çünki birazdan dərsə gedəcək. Kanalımıza abunə olmağı, videonu bəyənməyi. Kanalımıza abone olmayı, beğenmeyi unutmayın. Bay bay. Elçin, dedik dadına baxsın görək. Ben de vereceğim. Sap ağzından çıxart aşkım. Anne. Bu da bu da değil. Oy. Götür yerdən Elçin. Bu galiba aşk kokulu kurabiye. Düz. Ama aşk kokulu Onun kurabiye. üzərindən neçə verirsən atası? 10 üzerinden 100. Elçin pişirib ha. 10 üzerinden 100. Aşk kokulu kurabiyem benim. Aşk kokulu kurabiye. Anne. Orijinal olsun arvadın pişirsin yiyek. Hadi. Orijinal olsun diyeyim sen arvadın pişirsin yiyek. Ada da vardı. Olacak da ha. Yine tez. Zarafat dadını bəyəndin? Ha. Neçə? Allah hakkı. Onun üzərindən neçə indi Elçinə görə yox da mən. Allah hakkı bir şey. Her gün versin her gün yiyorum. Günde 5 lira versin de yiyorum. Oo. Hadi bay bay. Bye bye. Bay bay.